Bəzi sosial şəbəkələrdə məqalələr gördük və o məqalələrdə ürək, həmçinin aşk sözü vardır. Bu nə dərəcədə doğrudur? Qardaşım, bugün sosial şəbəkələrində yayılmış bəzi məqalələrdə Allah adı ki, gəldikdə sağına və soluna ürək smaylını qoymaq bir aşk rəmzi olaraq, bir sevgi rəmzi olaraq bu doğru deyil. Ona görə doğru deyil ki, şəriətdə gəlməyib. Bu sələflərin yazılarında belə bir rəmz işlətmək, belə bir simbol işlətmək gəlməyib. Allah Azze və Cəllənin adı çəkiləndə ya Allah Azze və Cəllə, ya Allah Subhanahu və Teala və yaxud da Allahu Teala sələflərdən bildiyimiz, sələflərin əsərlərindən oxuduğumuz Allah Azze və Cəllənin adı gəldikdə bu cür yazmaq, bu cür tələffüz etmək gəlib. Amma müasir olan bu simvollar və yaxud da bu smaylar və yaxud da bu rəmzlər doğru deyil. Əslində qardaşım, bu ürək rəmzinin, belə deyək də, bu sevgi, aşkı ifadə edən bu ürək rəmzinin tarixdə çox çirkin bir hekayəsi var, çox çirkin bir hadisəsi var. Və mən qardaşlara tövsiyə elərdim ki, bunu öyrənsinlər. Çünki hətta elə bir çirkin tarixi var ki bunun, elə bir çirkin hekayəsi var ki, insan dilə gətirməyə bu cür utanır. Ona görə ümumi şəkildə belə danışanda o hekayəni dilə gətirmək istəmirəm. Əl-mühim, önəmli olan odur ki, o ürək rəmzi olan, hansı ki bugün insanlar arasında aşk və sevgi rəmzi olaraq paylanır, bunun çox çirkin bir hekayəsi var. Və əslində hamımız bilirik ki, ürəyin şəkli elə deyil. Ürək şəkli, qəlb şəkli elə deyil, tam fərqlidir, bunu hər kəs bilir. Lakin buna rəmz olaraq işlətmək çox çirkin və qeyri-müsəlmanlardan peyda olmuş şeylərdir. Ona görə mən bütün qardaşlara tövsiyə edərdim ki, istər kitab yazsınlar, istər məqalə yazsınlar, istər sələfin sözünü yazsınlar, Allah Azze və Cəllənin adı gəldikdə və yaxud Peyğəmbər sallallahu aleyhi və səlləmin şəriətdə ifadə olunan ləfzlərlə yazsınlar və yaxud da onu elə tələffüz etsinlər. Və bu cür ifadələrdən, simvollardan və yaxud rəmzlərdən uzaq dursunlar. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.